Azərbaycan hökuməti Rusiya-Ukrayna müharibəsində iştirak edən vətəndaşlarına xəbərdarlıq eləyib. Baş prokurorluğun məlumatında deyilir ki, xarici dövlət ərazilərində müharibə iştirakçısı olan şəxslərə 8 illik həbsdən ömürlük həbsə qədər cəza nəzərdə tutulur. Rusiya-Ukrayna müharibəsində hər iki cəbhədə döyüşən azərbaycanlılar var. Ukrayna tərəfindən müharibədə iştirak edən azərbaycanlılar daha çox Ukrayna vətəndaşlığını alanlardır. Ukrayna ordusuna könüllü prinsipi ilə qoşulanlar da var. Eyni zamanda ikili vətəndaşlığı olan şəxslərə Azərbaycan hökumətinin bu bəyanatının hansı hüquqi problemlər yaradacağı da qaranlıq qalır. Ukraynadakı Zabitlər Birliyinin üzvü Qubadlının sabiq icra başçısı Elxan Nuriyev söyləyir ki, hökumətin bu addımı başa düşüləndir. Dövlət öz vətəndaşlarının qayğısına qalmalıdır və bu proses mənə biləm o zaman başladı ki, Suriyada vətəndaş müharibəsi var idi. Yanımızda da 15 il, 17 il bundan qabaq. Və o zaman da belə bir Milli Məclisdə belə təkliflər verilmişdi Azərbaycanda. Pis qanun deyil əslində. Vacib şərt bundan ibarətdir ki, Rusiya tərəfdə əgər doğrudan da bir qayda olaraq pul qarşılığında, yəni gəlir qarşılığında muzludurlarsa, Ukraynada döyüşən, məsələn, mən Ukraynada döyüşən Azərbaycanlı indi yaralıdır. Məsələn, gəldiyi günü müharibəyə gedib və böyük qəhrəmanlıq göstərən Azərbaycanlılar tanıyır. Azərbaycan hökumətinin bəyanatında bildirilir ki, artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaş barəsində Azərbaycanın aidiyyatı orqanları cinayət işləri başladıblar. Rusiya ordusuna qoşulanlar isə ya bu ölkənin vətəndaşlığını alanlardır, ya da işçi miqrantlardır. Miqrantlar Rusiya hökuməti tərəfindən vəd edilən böyük ödəniş müqabilində cəbhəyə yollanırlar. Azadlıq radiosuna Ukrayna müharibəsində Rusiya tərəfdən ölən azərbaycanlıların yaxınları danışır ki, onlar Rusiya hüquq mühafizə orqanları tərəfindən orduya yazılmağa məcbur ediliblər. Siyasi şərhçi Rauf Mirqədirov bu müharibədə müxtəlif cəbhələrdə döyüşən şəxslərin məqsədlərinin də düşdüyü hüquqi vəziyyətin də fərqli olduğunu söyləyir. O hazırda Rusiya və Azərbaycan arasında gərgin münasibətlərin fonunda belə bəyanatın verilməsinin suallar doğurduğunu bildirir. Digər ölkələrin vətəndaşlarına, Rusiyada daim oturum almaq istəyən vətəndaşlarına, bir çox kateqoriyalarını Rusiya-Ukrayna müharibəsində iştirak etməyə nəinki təklif edir, hətta məcbur edir. Rusiya ilə münasibətlərdə doğrudan da ciddi problemlər var və narahatlıq doğuran problemlər var. Bildiyiniz kimi Rusiya azalla bağlı əcaib bir məsələ yarandı. Bu fonda baş verməsi düşünürəm ki, daha çox Rusiya tərəfindən iştirak edən insanlara yönəlir, amma hüquqi baxımdan situasiya dəyişə bilər, Ukrayna tərəfində iştirak edənlərə də tətbiq oluna bilər. Dekabrın 26-sında Rusiyanın İstintaq Komitəsi bildirib ki, bir il öncə qəzaya uğrayan Azal təyyarəsi ilə bağlı cinayət işinə xitam verilib. Ötən bir il ərzində iki qonşu ölkə arasında münasibətlər ən gərgin vəziyyətə çatıb. Müstəqil ekspertlər söyləyir ki, rəsmi Bakı ilə Kremlin münasibətlərinin aqibəti Rusiyanın təyyarə qəzasına verəcəyi qiymətdən asılı olacaq.